Deyir ki, Kabul'un döyüşündeydik. Kabul birisi de hardadır? Afganistan. Kabul döyüşündeydik. Onun şagirdlerinden biri de o döyüşte iştirak edirdi. Deyir, düşmən də çox güclüdür. Zaten Afgan xalqı birisi çox güclü xalqdır. Onları yenmək çox asan deyil. Deyir, bir kafir cəngavər gəldi. Yəni onda həmin o Qəbələ İslamda deyildi. İndiki Puştu və Urdu xalqları bilirsiniz. Həmçin Fars xalqları. Deyir, bir kafir cəngavər gəldi. Dedi, aranızda kişi var məni yenə bilən. Deyir, müsəlmanlardan bir nəfər qalxdı. Döyüşə girməklə müsəlmanın boynu getdi. Kafir təzədən dedi ki, aranızda bir nəfər var mı məni yenə bilən. İkinci bir müsəlman cəngavəri qatdıq. Çox qısa müddətdən sonra onda boynu getdi. İkinci qardaşımızı itirdik. Adam təzədən dedi ki, aranızda bir nəfər varmı mənə gücü çatan? Üçüncü bir müsəlman cəngavər qalxdı, onu da öldürdü. Və birdən uzaqdan üzü tamamilə müləffə, bağlanmış. Yalnız gözləri görsən, gözlərində möhkəm sürmə sürtüb ki, gözləri tanınmasın. Həm də ki, iti görsün. Qədim zamanda eynək yox idi. Günəşdə, tozda görməyin ən gözəl üslubu sünnədə gələn həmin o şəfalı dəvanı gözə sürtmək idi. O günəş şüalarını kəsir və görməyində iti edir. Gördü bir nəfər gəldi, müləffəl vəcih. Üzü tamamilə bağlıdır. Qılıncda atın üzərində. Deyir, gəldi, həmin kafirlə uzun bir mübarizə başladı. Kafir düşməndə o qədər güclü cəngavər. Və nəhayət onun boynunu vurdu müsəlman. Elhamdülillah, Allahu Akbar. Sonra ordun yardı və biz qalib gəldik. Və yığıldıq ki, onun ətrafına kimdir bu aramıza gələn? Götürüldü və qaçdı atı ilə bərabər meşəyə. Mən də onun dalınca düşdüm. Bunu Abu Amr adında bir nəfər deyir. Üçüncü nəsil nümayəndələri. Nəhayət ki, onu tapdım. Allah bilir nə qədər gün gedib ki, onu tapana kimi o, hə? Onu tapdım dincələn yerdə. Gizlincə gəldim xəlvəti, tutdum, qucaqladım, üzündəkini çəkəndə Abdullah ibn Mübarək. Hətta cihaddan da çatan yoxdur. وإذا بدا علم الرهان رأيتهم يتسابقون بصالح الأعمال